Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Gördüyünüz kimi bu pro versiyanı işlətməyə baxmayaraq, yəni ödənişli versiyanı işlədirəm CapCut'da, amma hər dəfə belə reklamlar çıxır. İndi gördüyünüz kimi videonu montaj elədim və atıram hal-hazırda YouTube'a yüklənsin. Axşama bu videonu sizinlə paylaşacağam və yeni bir vlog başladıram. Kanalımdakı maşallah olsun gəldi 18.988-də dayandı. Hətta bir ara 990 olmuşdu, 996 belə olmuşdu, amma bəzi abunələr çıxdı. Ona görə də videoya keçməmişdən əvvəl zəhmət olmasa abunə olun ki, heç olmasa bu ayın sonlarına doğru 19.000 olaq. İndi mən videonu qoydum, bu yüklənsin və axşam tərəfi sizinlə paylaşım. İndi isə gedək digər işlərimizi görməyə. Gəlin havanı da göstərim bugün sizə. Bugün hava günlərdən sıxıcı bir gün. Həm küləkdir, həm buludludur. Əslində yoldaşım da deyir ki, qaydaq evə. Arada gələrik, yenə istirahətimizi eləyərik. Onsuz da ayın axırına kimi bura bizimdir. Qaydaq biraz evimizə. İndi görək də axşam gəlsin, görək nə edirik, nə fikirləşirik. Amma hava darıxdırıcıdır. Burada diqqət edirəm ki, qızlar, mənim axırıncı vloqum 6 gün bundan əvvəl olub. Hardasa mən уже bir həftədir video qoymuram. Ona görə də mənə arada tez-tez yazın, deyin, vloq hardadır, vloq niyə paylaşmırsınız? Çünki sizin yorumlarınız mənim üçün önəmlidir. Siz yorum yazdıqca məndə video paylaşmağa motivasiya yaranır. Ona görə də kommentarlarda, şərh bölməsində mütləq şəkildə fikirlərinizi yazın. Burada da gördüyünüz kimi vlogumun üzəri üçün şəkil hazırlayıram. Videonun içərisindən şəkilləri seçirəm, fraqmentləri kəsirəm, şəkil skrin eləyirəm və daha sonra şəkil hazırlayıb videonun üzərinə qoyuram. Dediyim kimi hər bir şeyi detaylı olaraq sizlərlə də paylaşıram. Hər şeyi də çəkirəm, maşallah olsun. Görək nə vaxta kimi bu davam eləyəcək. Bilmirəm sizə belə maraqlıdır ya yox, amma bundan sonra çalışacağam ki, hər şeyi çəkim. Həm də vloqlarım da uzun olsun. Əslində mən düşünürəm ki, qısa-qısa videolar paylaşıb 2 gündən bir paylaşmaq daha yaxşıdır. Amma bəzən də olur deyirsiniz ki, vloqlar uzun olsun. Ona görə də məcbur bu müddət uzanır. Hardasa 5 gün, 6 gün bu müddət ərzində nə iş görəmsə, onlar yığılır. Yəni bir 27-30 dəqiqəlik video hazırlamaq istəyirəm. O qədər kəsirəm, o qədər qısaldıram ki, videonun axırda 22-25 dəqiqə gücünə çıxır. Mənim heç kanalımda 30 dəqiqəlik videom yoxdur. Çünki düşünürəm ki, 30 dəqiqə məncə bir videoya baxmaq sıxıcı olar. Hələ mənim kimi üzünü göstərməyən bir blogerdirsə, nə qədər insanın əlinə baxasan, nə qədər gördüyü işə baxasan, yəni bu məncə bir müddət sonra sıxıcı olar. Ona görə çalışıram videolarımı çox uzun saxlamayım. Elə 10 dəqiqə, 15 dəqiqə, bəzən olur 20 dəqiqə. Yəni ki, belə. Bəs sizə necə maraqlıdır qızlar? Yorumlarda yazın, mənə də yön verin. Yönləndirin məni ki, tez-tez olsun vloqlarım. Hardasa 2 gündən bir, 3 gündən bir qısa vloqlar paylaşırım, yoxsa uzadım, saxlayım, elə 30 dəqiqəlik video paylaşım, amma həftədə bir dəfə. Onu necə eləyim? Yorumlarda yazın. Və gəldim uşaqların otağını təmizləməyə. Əgər bilsəydim ki, axşam qayıdacağıq, bu qədər özümü yormazdım, ən azından istirahət eləyərdim. Dyson'dan toster anladıqdan sonra da Katyanı qoşdum ki, həm silsin, həm də süpürsün kravatların altına falan. Çox girmədim. Elə Katya girib sildi. Bunun adını da hər dəfə məndən belə soruşursunuz ki, bunun adı niyə Katyadır? Valla mən qoymamışam adını. Markanın özü qoyub. Smart Electronics adlı bir markaya aiddir həmin bu tostoran və tostoran adını özləri Katya qoyublar. Məsələn, məndəki Katya Z seriyasıdır. İndi Katya F seriyası var. Fərqli seriyalarla robot tostoranlar satışa buraxırlar. Yəni adını mən qoymamışam qızlar. Daha sonra keçirəm öz otağımıza. Oranda sərgiyə salıram. Biraz tozları falan aldım. Burada hamam tualetdir. Yataq otağının içərisində olan hamam tualeti biraz sleepy ilə sildim.
Əslində belə səliqəli saxlamışdıq. Çox belə təmizliyə ehtiyac yox idi, amma yenə də təmizlədim. Güzgüləri falan sildim. Həqiqətən də hamam tualetin, yəni sanuzelin yataq otağında olmağı çox gözəl bir şeydir. İnşallah Allah istəyən hər kəsə qismət eləsin. Gözəl şəraitli ev. Bizə də tezliklə belə bir ev qismət olar. Yəni havuzu olmasa belə mənə elə gəlir ki, içərisində hər bir şəraiti, hər birində xanımın zövqü fərqlidir də. Məndə də məsəl üçün mən istəyirəm mətbəximdə ada olsun, adada moykam, qazım elə adanın içərisində olanda bəyənirəm. Elə bir şey istəyərdim. Yataq otağında hamam tualeti çox gözəldir, həqiqətən rahatçılıqdır. İnşallah Allah qismət eləyər. Həmişə arzulamışam. Təki can sağlıq olsun. Hər biri yerinə yetər. Elə düşünürəm mən. Yəni ki, belə. Elə mən yataq otağını təmizləyib bitirənə kimi Katya da digər uşaqların otağını bitirdi. Daha sonra gətirib qoydum. Yataq otağını təmizləsin. Qapını da bağlayıram Raulun əlindən. Yoxsa imkan vermir Katya fırlansın. Elə gedir dayanır qabağında. Gah fırladır, gah nə bilim oyun açır Katyanın başına. Bəlkə də Katyanın xarab olmağının səbəbi Rauldur. Çox qurtdalayır onu. Belə. Ona görə də qapını bağladım. Çıxdım oradan. Gəldim mətbəxə səliqəyə salmağa. Çay dəsmallarını da bir gün vaxt tapıb artıq evdə olduğuma görə boşluq tapan kimi qoyacağam bir dənə xlora, qəşəng ağarsınlar. Çünki ləkələr düşmüşdü. Orada da paltar yanında atdım yulsun, amma yenə də ləkələri çıxmadı. Gərək qəşəng bir dənə onu xlora qoyum hamısını. Gəlin elə söhbət eləmişkən niyə qayıtdığımız barədə də danışım. Videonun əvvəlində dediyim kimi yoldaşım dedi ki, darıxıram. Qayınlarım da darıxır. Uşaqlar evin işığı yanmır. Uşaqları görmürlər, darıxırlar. Əslində tez-tez gəlib gedirdilər, amma yenə də evdə olduğumuzu bilməkləri başqadır. Əslində 10 günümüz qalmışdı. İstəsəydik qalardıq, amma yenə də qala bilmədi yoldaşım da mən də dedim eybi yox, heç olmasa yığışaq, hər şeyimizi götürək, elə gedək. Elə də elədik. Elə axşamdan hər şeyi doldurdum çantalara və yeməyimizi falan yedik, evi təmizlədim, qabları yudum. Elə də çıxdıq. Videonun sonlarına doğru da görəcəksiniz. Və düşünürəm ki, havalar yaxşı olanda da yenidən gedib qalarıq. Hardasa 1-2 dəfə yenə gedib qalmaq olar məncə. Amma təbii ki, bu dəfə gedəndə özümlə bu qədər əşya aparmayacağam. Çünki bəzi əşyalar var idi ki, artıq aparmışdım. Ən azından bilmirdim burada belə gözəl qablar olacağını. Yəni özlərinə aid də qablar var idi və səliqəli qablar idi. Ona görə bu dəfə gedəndə əşya aparmayacağam heç nə. Sadəcə 1-2 geyim götürəcəm özümüzdən, o qədər. Və dediyim kimi, tez qayıtmamızın da səbəbi yoldaşım idi. Darıxdı, qala bilmədi. Həqiqətən də evimizə bağlı insanlarıq. Düzdür, mən evimin, ailəmin olduğu yer haradırsa, oranı görürəm. Yəni ailəm ətrafımdadırsa, uşaqlarım, yoldaşım ətrafımdadırsa, ora artıq mənim üçün yuva sayılır. Tez uyğunlaşıram həm də. Amma yoldaşım elə deyil. Elə yeni evlənən vaxtlarda çox darıxırdı. Tez-tez gedib gəlirdik. Qaynanamgilə, qaynatamgilə tez-tez gedib gəlirdik. Demək olar ki, elə 5 gün evimizdə qalırdıqsa, bir həftə gedib qaynatamgildə qalırdıq, qonaq olurduq orada da. Yəni ki, belə-belə sonradan artıq evimizə öyrəşdik. Ona görə də bura öyrəşməyə çox çətin oldu. Həm də ağlı bizdə qalırdı. Elə evdən çıxandan hardasa bir 10 dəqiqə keçməmiş, 15 dəqiqə keçməmiş zəng gəlirdi. Neynirsiniz? Həyətə çıxmırsınız ki, uşaqlardan müğayət ol falan filan. Yəni belə ağlı bizdə qalırdı deyə dedim elə ən yaxşısı gedək evə. Havalar nə vaxt düzələr, onda da gəlib qalarıq. Ya gəlib istirahətimizi eləyib qayıdarıq yenidən. Ayın axırına kimi onsuz da açar bizdədir, yəni rahatıq. Belə yaxşı ki də evə gəlmişik. Evi görəndə darıxdım. Videonun sonlarında görəcəksiniz. Evə girəndə həqiqətən evim üçün darıxdığımı hiss elədim. Əslində darıxırdım, amma yenə də demirdim. Sadəcə evimi görəndə belə lap qəribə oldum. Kövrəldim sanki. Burada da qızlar nəyi göstərirəm sizə? Bu maffinləri mağazalar şəbəkəsi var. Oradan almışıq. Ən belə münasib qiymətlər olduğu deyilən mağazalar şəbəkəsindən. Amma orada həqiqətən xidmət sıfırdır. İlk açılanda həqiqətən çox uğurlu idi. Hər dəfə elə bazarlığımız oradan eləyirdi. Çox da razı qalırdıq. Son vaxtlar heç bəyənmirik oranı. Hətta yoldaşım məcbur olmadıqca ora girmir. Deməli nəyə almışıq? Muffini alıb üzərindəki tarixə baxıram ki, əslində onu biz baxmamalıyıq tarixə. Həmin onu yerləşdirən insanlar baxmalıdır tarixə. İndi yoldaşım da baxmayıb götürüb, o heç öz yerində, amma yəni bu bizim borcumuz deyil. Hər aldığımız, hər götürdüyümüz məhsulun tarixinə baxmaq. Mənə elə gəlir ki, bu bizim işimiz deyil. Sözüm nədədir? Deməli gətirib, hətta birinin dadına baxandan sonra tarixinə baxıram ki, 2025-in 12-ci ayından satışa buraxılıb və artıq 8-ci ayda bunun vaxtı bitmək üzrədir. Yəni bu məhsulu niyə hələ də satışda saxlayırlar, niyə hələ də müştərilərə əl çatan yerdə qoyurlar, niyə yığışdırmırlar, onu mən başa düşə bilmirəm. Bir insan, ya uşaq, indi uşaqların mədəsi biraz həssasdır. Hər hansısa bir uşaq alar, yeyər, heç tarixinə baxmadan yeyər, zəhərlənər. Yəni bunun cavabdehi kimdir? Niyə belə səhlənkarlıq eləyirlər? Heç cür anlaya bilmirəm. Bir şirkət, indi yəqin ki, o şirkətdə nasıl deyil, hər bir şirkət istəyər ki, hər zaman razı qalsın, amma oradakı işçilərin səhlənkarlığıdır. Çox heyif ki, böyük şirkətlər bu cür hər şeyə çata bilmirlər.
Yenə də siz diqqətli olun. Amma dediyim kimi bu məncə bizim işimiz deyil. Biz onsuz da bazarlığı edərkən hər yerə baxırıq. Bir də gəl bunun tarixinə də bax. O artıq insanı çox yorur. Belə qızlar, heyf o verilən pula. Əslində elə böyük bir məbləğ də deyil, amma bir normal ailə büdcəsini düşünərkən məncə böyük bir məbləğdir. Niyə də insanın pulu israf olmalıdır? Niyə də hər hansısa bir yeyinti məhsulu tullantıya getməlidir? Siz necə bir halla rastlaşmısınız? Siz necə baxırsınız hər dəfə tarixlərinə? Yoxsa necə, yorumlarda yazın. Amma deyirəm də, yəni mən elə düşünürəm ki, onsuz da çeşid bol olur. Yəni insan bilmir hansını alsın, hansı dadlı olar. Yəni bəzən olur ki, seçim qarşısında qalır, qiymətinə baxır, çeşidinə baxır, markasına baxır. Bir də gəl onun tarixlərini bir-bir yoxla. İnsan artıq bir gün elə oturmalıdır marketdə ki, normal alış-verişini eləyə bilsin. İndi gəldim bura qızlar, biraz makyaj eləyim. Bunları da niyə çantamda saxlayıram deyə soruşsaz. Mənim yoldaşım bir yerdə dayanmaq istəmir. İndi deyir ki, gedək evə. Arada havalar yaxşı olanda yenə gələrik hovuza. Ona görə bəzi şeyləri yığmışam. Makyaj məhsullarından. Bəziləri də buradadır. Həm də Raulin əlindən bura yığa bilmirəm. Əli çatır, götürür. İndi bəziləri buradadır, bəziləri oradadır. Biraz makyaj eləyim, biraz özümə baxım. Səhərdən elə təmizlik. Yoruldum. Temu'dan aldığım açkim də o günlər ayağımın altında qaldı, qırıldı. Çox gözəl açki idi, heyf. Heç bilməm niyə saxlamışam, tullamıram. Elə bir xatirə saxlayacağam. Gələk atım onu da. Bayaqdan da axtarıram. Qubqamı tapa bilmədim ki, konsileri yayım. Əllə yaydım konsileri. İndi konsileri sabitləyim, tuş çəkəcəm, bir də bronzer. Bronzer olaraq da buna istifadə edəcəm. Həm highlighterdır, həm bronzerdir. Elə bunu göstərirdim qızlar sizə. Deyəsən bu Raulun əlinə keçib. Çünki o günləri burada oynayırdı. Bir baxın gör nə günə qoyub bunu. Çox heyf. Bir də Tanarla falan da keçmişlərini. Bəlkə də qubqamı da harasa tuğlayıb. Heç ona görə tapa bilmirəm. Neysə. Əsəbləşdim. Ev yox, canı sağ olsun da daha neyniyək. Əsl o da cana gəlməsin. Sən Raulin boşmaqlarını sən götürdü. Amırma. Evim, gözəl evim. Gəldim evimə qızlar. Burada çamadanları indi boşaldıram. Yoldaşım bir gətirir. Orxideyalarım da pis günə düşüb. Ay, mən necə darıxmışam bura üçün. Hələ ki, makyaj məhsullarını çıxartmamışam. Gördüyünüz kimi. Bura bomboşdur. Bayaqdan susuzluq məni bir təhər eləyir. Yoldaşımın pişirdiyi ət, kebab çox duzlu idi. Uşaqları yatızdırdım. İndi istəyirəm Yüngülvari buranı sərgiyə salım. Birlikdə sərgiyə salaq. Vaxtımız varkən məncə pis olmaz. Həm də sabaha çox işim qalmaz. Sadəcə sabaha paltarlar qalıb. Onları da sonra yerləşdirərəm. Belə. İndi istəyirəm buranı sərgiyə salım. Bu dırnaq məhsullarımdır. Onları qoyacam qırağa. Dırnaqlarımı ustama deyərəm gələr bir gün dəyişər. Yəni gelini çəkər. Dizaynı da özüm eləyərəm bir ara. Necə bir şey eləyim dizaynı hələ seçməmişəm. Sizlər də yorumlarda yazın görüm necə bir dizayn eləyək. Birlikdə seçək bu dəfə dizaynı. Və belə. İndi mən başlayayım buranı bir yerləşdirim. Yoxsa sabah eləyim. Onu da bilməm. Əslində yorğunam. Sabaha da saxlaya bilərəm. Bəlkə artıq burada vlogumu sonlandırım qızlar. Mənim qərarsızlıq saat 2-dir. 3-ün yarısıdır. Uşaqlar hələ indi yatıblar. Gəlməyimizin də səbəbini yəqin ki artıq vlogda izah eləmişəm. Çünki bu vlogun üzərinə səs yazacağım. Çünki o evdə təmizlik eləyərkən o hissələri tezləşdirəcəm. Niyə gəldik? Niyə hələ 10 gün qalıb bizim orada vaxtımız var idi. Hələ 10 günümüz var idi. Niyə belə tez qayıtdıq evimizə? Amma evim üçün həqiqətən darıxmışdım. Gəldim belə evim gözümə belə qəribə görsəndi.
Yoldaşıma deyirəm, ev üçün darıxmışdım, amma deyə bilmirdim. Deyəcəkdim ki, davay tez gedək evimizə. Əslində orada da qalmaq istəyirdim, amma ev üçün də darıxmışdım. Qəribə bir hissdir yəni. Belə, mən ən yaxşısı yatım, dincəliyim qızlar. Sabah onsuz da uşaqlar evdə olacaq. Bağça günləri də əslində istəyirəm bağçaya yola salım, amma yoldaşım deyir ki, yox, qoy qalsınlar evdə. İndi görək də sabah başımıza nə iş gəlir. Ona görə də burada vlogu artıq sonlandırıram qızlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Sabah birlikdə buranı düzənləyərik, söz verirəm. Hər birini birlikdə eləyəcək, narahat olmayın. Əsl da xalcenikdəki məhsulları falan birləşdirdim. Nəysə, mən artıq burada sağollaşıram sizinlə, yoxsa danışdıqca danışacağam. Oldu. Özünüzə yaxşı baxın. Hələlik. Abunə olmağı da və videonu da bəyənməyi unutmayın. Hələlik.